Deyirəm ki, əzizlərim, bayaqları video çəkirdim. Tam ətraflı çəkənmədim, ayrıca paylaşacağım yalan danışanlar barədə. Bu arada əzizlərim, bloger olmaq üçün çox da böyük maya qoymaq lazım deyil. Orada biraz şans söhbəti var, biraz da bacarıq söhbəti var. Yəni o qədər məsəl üçün tanınmış influencerlarımız var ki, halaldır. Heç nələri yox idi. Adi bir telefondan başlayıblar. Daha sonra nə bilim, artıq varlandıqca özlərinin kompüterları, nə bilim, daha bahalı, markalı kameralar alıblar bu iş üçün, nə bilim, fotoqraflar cəlb ediblər, videoqraflar cəlb ediblər. Yəni, əgər kimsə deyirsə ki, mən bloger olmaq mümkün, nə bilim, ailəm maşın satdı, ailəm, nə bilim, ev satdı, neynədir, əmlaklarını satdı, daşınan daşınmaz, inanmayın. Elə bir maya deyən lazımdır və sən qazanandan sonra o satılan maşının yerinə, satılan daşınan əmlakın yerinə əmlak alıb verdinmi? Əlbəttə yox. Yəni, mən o gedən influencerlərimizdən danışmıram, o qızlara hörmətim də var. Mən yalan danışmıram. Məsəl üçün, bir də görürsə, elə yalanlar danışılır. İstəyir məşhurlarda, istəyir blogerciklərdə. Görürsən ki, ana yazıq, ata yazıq, bu yaşlarında minəzaba dözürlər, qazanırlar uşaqları üçün ev eşik eləsinlər. Demirəm, özü qazanır, məsəl üçün yalandır. Patoloji yalancılar da var. Qazanır, maksimum qazansın 3000, o da gedir əyninə, başına, nə bilim, kompüterına, videoların yaradılması üçün də müəyyən şeylərə, artıq daha profesional olması üçün, gəzintilərinə və yaxud reklam elətdiyi Trendyol, Temudan aldıqları lazımsız əşyalara. Çünki influencerların çoxusu Temu, Trendyol eləyir, amma daha Şirinçaya döndərmirlər səhər gün, orta axşam. Amma hər şeyi doğrudan sifariş eləmirlər. Məsələn, onlara hədiyyə gələn və yaxud digər yerdən olan bir şeyi Trendyolda filan tapdılar, göstərirlər. Və yaxud, ay mən Yanqonu belə elədim, ay Boltu belə elədim. Bir neçə ilə bir Boltu mən də reklam eləmişdim. Yanqonu mənə dedi, bir qız dedim, yox, istəmirəm. Hə, düzdür, Trendyol Temunu eləməmişəm. Baxış sayım, sizlər yalancıların baxış sayını artırdığınız üçün, mənim baxış sayımı artırmadığınız üçün. Ona görə baxış sayım az olduğu üçün Trendyol, Temu filan yalan deyərəm. Temunun şərtlərini bilmirəm, Trendyolu eləməmişəm. Nə deyim? Ona görə hər parıldayan almaz deyil. İndi məsəl üçün tanınmış fenomen influencerlərimizə baxaq, halal xoşları, qızları, maşallahları olsun. Onlara baxaq, onlar fors eləmirlər. Mən maşın aldım, mən ev aldım, mən evi kreditə götürdüm. Ev aldım, bunu elədim, ailəmi dolandırıram. Hər şey göz qabağındadır. Eləsi olub, məsəl üçün, nələrsə olub, daha da varlanıb. Eləsi olub, sıfırdan varlanıb və fors da eləmirlər. Fakt, elə görünür, sürdükləri maşın da, aldıqları yeni evlər də, açdıqları obyektlər də, yəni fors eləməyə mənası yoxdur. Səhər gün orta, axşam görməmiş kimi. Fakt onsuz da həyat tərzlərini görəndə görürsünüz. Bax, onlar həqiqətən qazanır. Amma maşını mən 2 dəqiqədən bir, mən belə qazanıram, mən ayaq üstü. Məsəl üçün, olur bir də görürsən ki, mən belə qazanıram, mənimlə evin üçün mebelləri məndən betər, hələ mənki kimidir. Mən məsəl üçün, bir damcı qazanan kimi tez getdim. Yenə də deyirəm, bizim evimizin mebelləri yaxşı deyil, düzəltməyə çalışıram. Əlimə pul gəldikcə nələrsə eləyərəm evim üçün də, özüm üçün də. Amma evimin divan üstüsü pis gündə olsun, mən fors eləyim. Mən fors eləyim, pul qazanım. Amma məsəl üçün, nənəmin, babamın, stajı olmayan nənəmin, babamın ən minimal müavinət kimi verilən pensiya kartı ilə dolanım. Yəni, biraz ayıq-sayıq olun da, sizlər yalan deyəndə. Bilirəm, yalan deyək. Biraz da baxın, göz baxışları, gözləri, sanki kimə sacıq verir. Bəzi insanlar var, patoloji yalancı olur. Bəzi insanlar var, hər kəs kasıblıqda çəkib, varlıqda olub, hər kəs varlı olmayıb ki. Bəziləri bundan psixoloji travmalar alıblar və sanki bunu deyirlər, baxın, mən varlandım. Bir də görürsünüz, kimsə deyir ki, mən çox böyük, çox qəşəng maaş alıram. Mən maaş alıram. Bağış da qədərdir? 500 manat. 500 manat böyük puldur. 5 il 6 il əvvəlin 500 manatında deyək. 500 manat, 5 il 600 əvvəl də belə böyük pul deyildi, yaşam tərzimizə baxaq. Məsəl üçün, insan var, direktor müavini ilə direktor assistentinin fərqinə varmır. Baxmayaraq, məsəl üçün, iqtisadi təhsili var. Direktor müavini direktordan sonra ikinci adamdır, müdiriyyətdir. Direktor assistenti inzibatidə oturur. Katibə fəhlə kimi gedir, assistent inzibatidə gedir. Sadəcə, belə deyək də,
Bizdə Azərbaycanda bərabərləşdirələr də, amma elə deyil. Assistent sadəcə direktorun assistenti, direktor müavinin assistenti, şöbə müdirinin assistenti onun sağ qoludur, köməkçisidir. Yəni direktor müavini və direktor assistenti. Başa düşürəm, bəzən baxırlar. Çox vaxtda məktəb uşaqları baxır və yaxud yeni universitetə daxil olmuşlar baxır və yaxud evdə heç yana çıxmağa qoymayan, ərindən qaynanasından asılı olan gəlinləri baxır, ağzının suyu axa-axa. Yəqin bir qədər real baxaq ki, yalançılar da başınızı aldatmasın. Mənim üçün fərqi yoxdur, mən baxıram, gülürəm. Ay Allah. Gülmürəm də, o özü də bir travma daxilindədir. O kompleksli insanlara adətən psixoloqlar lazım olur, travmalı insanlar. Çünki mənim üçün nə fərqi? Sadəcə insan həyatında pis rol oynayır o travmalar. Amma sizlər bəziləri də elə inanır, elə ağzına ayırıb baxır ki, bilməyim, ona gəlir ki, hər yalana inanmır. Adi bir şişəni də elə cilalamaq olar ki, brilyantdan fərqlənməz. Hətta mən sirkon görmüşəm, brilyantdan fərqlənmir. Niyə? Elə qəşəng cilalayıblar. Var laborator brilyantlar, var süni brilyantlar, var da əsil almaz brilyantlar. Məsəl üçün, mən zərgər yanında olan zərgər mənə deyib ki, biri baxmışam, bu brilyant deyil, sirkondur, deyil, sirkonu brilyantı oxşatdın, deyil, fikrivə gətirsən, zərgər deyilsin. Mən zərgərliyimlə çaşbaş qalmışdım. Ona görə deyirəm, hər parıldayan qızıl deyil, hər parıldayan brilyant deyil. Fors eləməklə deyil. Uğurlu insan, nələrəsə qazanmış insan, məsəl üçün, hər bir insan nəyisə qazanmalıdır. Uğurunu fors eləmir, mənim bu var, mənim bu var. Mən bu evi aldım, mən ev aldım, mən ev aldım, mən ev aldım, mən maşın aldım. Mən ev tikdirirəm, mən evdir, bax tikdirirəm, mən ailəm qaldı. I'm lucky. Fakt odur ki, uğurlu insan, uğurlu insandır. Uğurlu insanın uğuru əldə etdiyi nailətlər, aldığı əmlaklar, daşınan daşınmaz əmlaklar fors eləmədən üzdədir. Qazancını fors eləməklə deyil. Artıq aldıqlarından görürsünüz ki, qazancıdır. Bir də var deyirəm, yəni, maksimum 3000 qazanır. O da məsəl üçün, ola bilsin, dolğularına getsin, vinirlərinə getsin, özünün bütün günü, səhər gün, orta, axşam şirin çaya çevrilmiş Temotrend yolundan aldığı, özü üçün aldığı əyinbaşa, zövqsüz əyinbaş. Zövqsüz demək, hər kəsin öz zövqü var. Nə qədər insan varsa, bu qədər zövq var. Gedir, texnikasına gedir, iPhone-larına gedir, benzinlə gedir, evə niyət nəsə almalı gedir və yaxud hər hansı bir video üçün nəsə lavazimat olur, onu almağa gedir. İndiki pulla məsəl üçün belə deyək. 1000 manatdan adam çətin dolanır, belə deyək. Yəni. Amma məsəl üçün o bizim fenomen influencerlar fors eləmir, amma fakt. Yəni ki, görürsünüz ki, uğurları qarşısında aldıqları, qazandıqlarından aldıqları göz qarşısında. Mən çox bahalı reklam edirəm. Deyəndə ki, filan kəs gözümün qabağında, filan fenomen 1000 manat məsəl üçün reklam aldım. Qalır ki, necə olur? Udquna qalmır, hiss olunur yazısından filan. Yəni, hər parıldayan qızılda deyil, hər parıldayan brilyantda deyil. Baxa bilərsiniz. Mən sadəcə də insanlara baxıb keçirəm. Amma həqiqətən uğur qazanıb, amma fors eləməyən insanlardan mən motivasiya alıram. İnsan var bahalı reklamlarla, insan var 20-30 manatla, mən motivasiya alıram. Belə, onu demək istəyirdim. Hər parıldayan qızıl deyil, hər parıldayan da brilyant deyil. Sadəcə ayrıca bir video çəkdim. Kafedə adam var idi. Çox şey eləyə bilmirdim də, danışa bilmirdim. Həm də Səlim artıq yeməyini bitirmişdi. Uzun bir video çəkmək olmurdu. Da bilmirəm, o videomu bundan əvvəl eləyəcəm, ya bu vlogdan eləyəcəm, ya vlogdan ayrı. Parıldayan qızıl deyil. Bəzi insanlar səmimi maskası altında olur. Bir də görsən ki, özü günahkar olduğu halda, səni kiminsə qarşısında pis vəziyyətə qoyduğu halda səni elə bir borcu çıxardır, qırışır, ailə tərbiyəsini göstərir, çıxır gedir. 5-6 bir neçə ildən sonra peyda olur ki, mən heç bilmirdim biz nədən küsmüşdük, mən yadımdadır. Məndə qalsın dinmədim. Olur cici-bici, amma düzdür, görüş başa çıxmır, deyir, bir baxın, aha. Rəhimənin baxış sayı varmı? Varsa onunla görüşüm, onun reklamına reklam gəlsin, görür, yoxdur, öyle gəldiyi kimi də yoxa çıxır. Hətta elə yoxa çıxır ki, ad gününü təbrik eləyirsən, saymamazlıq eləyir. Yaxşı, tutaq ki, direktdə görmədi, WhatsApp-na yazırsan, saymamazlıq eləyir. Durduğu yerdə adamı özü də izləmir, izləmədən də çıxardır.
Sonra bir də görürsən ki, çuşka dediyi adamla, halbuki o çuşka dediyi adam heç çuşka deyil, özü oyla onun yanaşı qoysaq, elə çuşka dediyi çuşka deyil, elə özü çuşkadır. Gedir rəfiqan deyir ki, onun baxış sayından, onun izləyicilərindən izləyici gəlsin, ona reklam verənlər buna da reklam versinlər. Amma ortada reklam olmur. Amma üzdə deyirsən ki, ayda nə səmimi insandır bu. Yenə də deyirəm, hər parıldayan qızıl brilyant deyil. Nə səmimilik, yalancı səmimiliklərə inanmayın. Nə yalan danışılanlara inanmayın. Səmimi insanın hərəkətidir. Yəni, insanın hərəkəti onun haqqında söz deyir. Bunu aldım, onu elədim, bunu elədim, bunu qazandım deyir. O insanın elə qazancı, uğuru göz qabağında olur. Force eləmədən ki, görürsən ki, əvvəl nəyi vardı, indi nəyi var, nələri var. Sakitcə, kilmişcə. O force eləyənlər. O həmişə deyirlər, insanın danışıqına deyil, insanın hərəkətinə bax. Bir də Səlimlə gəzi-gəzi gəlirik. Akazovicka Səlim bizdə pizza istəyirmiş. Səlimuş. Hə, Səlim də əsəbidir. Keçdik Göpçülərin davamına. Məsəl üçün, mən məşhur tanıyıram ki, məndən də yaşlıdır, 10 yaş o ətrafında, hamının yanında, hər yanda bağırır, qışqırır, əxlaqdan danışır. Hansı əxlaqdan? Amma 15-20 il əvvəl özü evli bir kişinin məşqəsi olub, hər şey verib. Düzdür, deyəsəm, yaşadığı evi almayıb ona, kirayə verib. Çünki ondan ayrılandan sonra, kirayə yox, elə belə alıb, saxlayıb. Kapatma evi deyirlər, türklər. Çünki ondan ayrılandan sonra kirayələr də qaldı elədi, pis gündə yaşadı. Maşını zadı da vardı, hamısı var idi. Və nə inirdi? Gəzir də özü bilərik, yəni fərqi yox, yeməyən payı yiyərlər. Neysə, hansı əxlaqdan danışırdı? Bu kişinin də pulu, uşağı olmurmuş övladı. Deyirəm, övlad istəyirmiş, amma kişidənmiş. Deyirdi ki, kim doğsa onunla qalacam. Kişinin çox yaxşı ailədən də bir qadını, xanım, həyat yoldaşı vardı. Zəng vururdu onun yanına, düzdür, kişi povud verir ona, kişi icazə verir ona. Gəzirsən, gəz də, amma arvadını yal çaldırsan. Zəng vurdu, bax, bəlkə gizlincə zəng vurdu, bilməm, öz dediklərindən bilirəm, amma heç yanda deyilməyəm. Bax, ərim mənimlədir, ərim nə bilimlər, nə oldu, heç mi? Bu da doğmadı, arvad da doğmadı, sonra bəlkə arvad doğdu, doğmadı, bilmirəm, həyat yoldaşı, Səlim əsəbləşib. Hə, kişi getdi, bilmirəm nə oldu, kişi getdi öz ailəsinin yanına, bu qaldı heç nə ilə. İndi hara baxırsan, hansı tok-şovlara baxırsan, əxlaqdan danışır. Yəni, hər parıldayan qızıl deyil, söhbətinə gətirirəm. Ay əzizlərim. Bir də görürsən ki, qadın xəyanətə uğrayıb, xəyanət üstündə boşanıb, xəyanət edən kişilərə nifrət edir, amma özü evli kişi ilə gəzir, yatır durur. Qabadildə desək və hətta onun kimsə soruşanda ki, o evlidir, ya nəsə bir onun ailəsinə aid söz soruşanda zeytun yağı kimi üzə çıxır, elə bir qışqırır, bağırır, nə bilim nə ki, bunun xoşbəxtliyinə mane olurlar. Boşanmış, mən pis baxmıram, o heç. Mən başqa şeyə pis baxıram. Axı, bu qadın özü xəyanət üstündə boşanıb, ərindən xəyanət görür, bir-birlərini sevdiyi halda evlənirlər, görək ki. Xəyanət görüb boşandığı halda digər evli kişinin niyə xəyanətə uğradırsan, laf kişi səni yoldan çıxarırsa belə. Hər parıldayan qızıl deyil sizlərim. Ya bir də görürsünüz, bayramlarda olur, 101 qızıl gül verir. 101 qızıl güllə 1001 pozada qızlar şəkil çəkdirirlər. Fakt olur ki, sevgililəri yoxdur və yaxud sevgililəri xəsisdir. Sevgililəri bunları olur elə kişilər, elə kişilərə, elə oğlanlara nifrət edirəm. Söhbət o 101 qızıl güldən getmir, deyir, imkanın daxilində jest etmək olar. Ad günüdür, 8 martdır, bayram qabağı 1001 dava eləyir, çıxır. Əvvəl sevgilim aldı deyirlər, sonra da aydınlaşır ki, öz dillərindən çıxır ki, sevgilisi bayram qabağı qırışırmış. Bir heç nə almaz. Məndən betər 2-3-dən 3-4 qramlıq şey alır. Qızıl aldım. Qızıl görməyiblər. Görməmiş. Yəni ki, qızıl var ki, mən adamlar tanıyıram ki, həqiqətən
sonradan qalxıblar o zirvəyə. Elə qızılları var ki, bir qızıl maşın qiymətinə, ev qiymətinədir. Amma bir dəfə mən onların, mənim qızıllarım yatdaqım var. Sözü yoxdur. Sonradan görməm. Çünki hər kəsin uğuru göz qabağındadır və hər kəsdən kimsə da olmayan nədərdənsə bəhs edir. Bir daha deyirəm, hər parıldayan qızıl deyil, hər parıldayan brilyant deyil. Səlimim, sən necə baxırsan bu iş? Gəl biz də yalanlar danışaq, məşhur olarıq. Geçən yalanlar danışaq, gidə danışaq. Bundan sonra yalan danışacaq. Yalan danışsaq bizə baxırsayınız artarmı? Bizi daha çox məşhur edərsinizmi? Biz yalan danışa bilmirik. Bağışlayın. Alınmır rəis. Hər istəyirəm danışım, alınmır rəis. O da bacarıq deyil, o da istedad deyil. Vallahi bacarana can qurban, yalanlar danışmağa bacarana can qurban. Heç də demirəm. İstedaddır, istedad. Patologiya da ola bilər. Var patoloji yalancılar, var da ki, baxırsa artıranlar. Mən danışdıqlarım içində patolojilar da var. PR xətrinə olanları da var. Ən çox da patolojilardan olub. Hər parıldayan qızıl deyil tematikasına. Bir də mən sizə deyim ki, o baxır sayıları var, analitikanı paylaşırlar. Onlar photoshoplana da bilir. Geçəncə. Orada botlar da ola bilir. Tək izləyici sayı yox, baxır sayını, like, kommenti botla etmək də olur. Bu belə. Niyə deyirəm? Çünki olub mənə, məsəl üçün, deyib ki, həllər ki, güya dostcasına gəl paylaşaq, nə bilim, şirin saymaq üçün. Mənim onsuz da baxır sayı olan bir paylaşımımı paylaşıblar. Bir dənə izləyici, ola bilsin ki, izləyicisi girsin, baxsın, məni bəyənməsin, takipçim olmasın. Yəni, orada bir problem yoxdur. Amma fakt odur paylaşıbsa və hər paylaşılanı ondan adam gedirsə, niyə görə? Mənim baxır sayım artmayıb. Məsəl üçün, mən paylaşıb girib baxıram da maraq üçün. Marağımda olsa takip edərəm, marağımda olması yox, yəni izləyici kimi deyirəm. Yəni, o paylaşdı bir dənə də izləyici gəlmədi. Amma məsəl üçün, mənim sevdiyim blogerlar olub, valla paylaşım üçün yox. Sadəcə reklamlar özləri reklam edirlər. Reklam üçün yox. Onlara xoş söz demişəm, məni paylaşıblar, sağ olsunlar. Canım ciyərimdirlər, həyatda tanınmasında xətirlərini çox istəyirlər. Onlar da götürüb təmənnasız, yəni mənim paylaşdığımı paylaşıb təşəkkür ediblər. İnansız, az da olsa izləyicidə gəlib. Baxış sayım birdən-birə bilsiz necə qalxıb, yəni izləyicinin gəlməyə fakt deyil. İzləyici gəlməyədiblər, yəni məni bəyənməyədiblər. Amma izləyici gəlib. Baxış sayım da elə birdən-birə qalxıb. Demək necə olur? Məni təmənnasız, heç baxış sayından force etməyən, amma düzlü göstərən insanlar, mən onları təriflədiyim üçün çox sağ ol dedik, ürəkdən tərifləmişim, amma yenə də deyirəm, istəyirsiniz inanın, istəyirsiniz yox. Mən o şəxslərdən deyiləm ki, kiməsə çuşqa deyim, sabahları o çuşqa dediyimdən dostluq eləyim. Rəfiqəm, padruqam, canım cəhərim deyim, xeyr. Həm. Yəni ki, səmimi qəlbdən gəldiyim üçün, heç paylaşım gözləmədiyim adı, onlar da təşəkkür kimi paylaşdıqları üçün baxış sayım qalxdı. Deməli, həmin o təşəkkür edib məni qiymətləndirmək üçün paylaşanın baxış sayı həqiqətdir. Amma ki, məsələn, paylaşım dostcasına səmimiyyətlə mənə yol tapmaq üçün baxış sayı artmayıbsa, 100 nədir bir 10 min, 5 min, 3 min, 10 min də olmasa, 1000 də olsa baxış sayı artmayıbsa və öz kodu ilə elə yavaş-yavaş öz yolu ilə artsa, elə baxış sayı çox olan bir video. Deməli, o adamın göstərdiyi baxış sayı, analitika, qazancı, mazancı hamısı zerodur, fantaziyadır, yalandır, photoshopdur. Yəni, belə də olur. Məsəl üçün, bir də görürsün, mən deyir, Faberlici paylaşdım, adam var deyir. Məndən Faberlici nəsə belə şəbəkə biznesi. Məndən deyir 30 nəfər getdi. Amma həmin adam 30 nəfər ona getsəydi, həmin adam təzdən mən paylaşdım, məndən 30 nəfər getdiyə təzdən reklam verərdi. Niyə verməsin ki? Fakt. Deməli, getməyib. Baxırsa, yalan doğru olsa da. Əslində,
kəsilməmiş qarpızdır reklam. Yəni o Forsun qabağında. Amma adam da var ki, məsəl üçün görürsən ki, paylaşır, hə ondan gedir deyən təkrar reklam verir. Deməli ondan nəsə gedib ki, ona təkrar reklam veriblər. Yəni hər parıldayan qızıl deyil. Fors eləyənlər yalançıdırlar. Çox vaxt da patoloji, psixoloji travmaları olan yalançılar.